Salam dostlar. Biz Tusi bəylə 2026-cı ilin əsas gözləntilərindən danışırıq. Tusi Heydarov Investaz İnvestisiya şirkətinin tədris və analiz departamentinin müdürüdür. Tusi bəy, qızıl yoxsa bitcoin? Düşünürəm ki, öncə qızıl, sonra gümüş, daha sonra kriptovalutalar. Qızılın 5000 dollara çatacağını gözləyirsiniz. Mövcud tendensiyanı və geosiyasi riskləri, qlobal iqtisadi riskləri nəzərə alsaq 5000-5200 ədləri mümkün ola bilər. Bəs sonra? Düşünürəm ki, sonra qızılın qiymətlərində bir qədər geri çəkilmə yaşana bilər. Deyirdilər ki, bitcoin 2025-ci ildə 120-140, bəlkə də 200 min dollar səviyyəsinə qədər dəyər qazandı, amma 120-dən geri qayıtdı. Olmadı. Əslində, bugün Amerika hökumətinin kriptovalyuta sektorunun inkişafına dair planlarını da ələ alsaq, mümkün ola bilər ki, biz həmin qiymətləri məhz 2026-cı ildə görə bilək. Amerikada süni intellekt sektoru da möhkəm inkişafdadır. Nə gözləyirsiniz 2026-cı ildə? Ümumiyyətlə, 2026-cı ili daha çox enerji qiymətlərinin təzyiq altına qalması və texnologiya şirkətlərinin artım potensialını, yəni bahalaşma potensialının yüksək olacağı bir il kimi qiymətləndirmək olar. Görək. O köpük deyirləri, süni intellekt sektorunda köpük formalaşıb. Bölüşürsünüzmü bu fikirləri? Ümumiyyətlə, bazarda yeni bir axın formalaşanda, yeni bir dəb formalaşanda bu qiymətlərdə ajutaj olaraq öz əksini tapır. Daha sonra zaten korreksiyalar ona görə yaşanır ki, bazardakı mövcud qiymət real qiymətdən balanslaşsın. Və 2026-cı ildən əsas gözləntiniz? Ümumiyyətlə, 2026-cı ilin əsas trendi, əsas istiqaməti real aktivlərin tokenizasiyasıdır. Belə ki, daşınmaz əmlakdan tut, əmtələrə qədər bir çox sahələrin rəqəmsal platformalara axını sürətlənə bilər ki, bu da bazara əlavə investisiya axını, əlavə kapital investor cəlb edə bilər. Tusi bəy, dəyərli fikirləriniz üçün çox sağ olun. 2026-cı ilin sizin üçün də, bütün traderlər üçün də uğurlu olmasını arzulayırıq. Təşəkkür edirəm, çox sağ olun.